Sabahınız xeyir olsun, xanımlar, hər vaxtınız xeyir olsun. Bir stəkan su götürdüm. Səhər-səhər sirkəli içmişəm, indi sadə içəcəm. Uşaqlar yatıb. İstəyirdim uşaqları bağçaya aparım, amma baxıram ki, qızlar, hava soyuqdur. Mənim işlərim var, uşaqları. Düzdür, hava bundan da soyuq havalarda aparmışam. Külək olmasa apararam. Küləkli deyənə bilirəm ki, çətin olacaq. Belə, ona görə aparmayacağım. Bugün bəzi işlərim var. Dırnağıma falan gedəcəm. Dırnağım biraz buradan belə qopmaq istəyir də, hiss eləyirəm. Dedim, qopmamış gedim. İndi evi prisoslayacağam. Birazdan Əsmərgil yəqin bizə gələrlər. Çünki Biləcəridə su gəlmir, Əsmərgilə də su gəlmir. Yəni, inşallah ki, bizə gələrlər birazdan. Uşaqlar yatmışkən dedim, bu işlərimi həll edeyim. Rasim durub, qızlar. Mən də dedim, evi prisosluyum. Saat hələ 9-a qalıb. Saat bu evi prisosluyum. Qəşəng təmiz olsun. Uşaqların yataq otağını toparladım, qızlar, belənçinə. Tam hələ, yəni yığışdırmış kimi yox da. Eləcə yığdım yerlərini. Üzərinin pakrivalını falan örtmürəm. Niyə? Çünki günorta bunları yenə yatıstıracağam deyənə. Sadəcə yerlərini çırpdım, yığdım. Adyalları vardı, şokolad eləmişdilər. Onu da atdım yumulmağa. Belə. Onsuz da bəlkə elə pakrivallarını çıxartdım. Daha doğrusu pastellərini bəlkə elə çıxartdım. Abbas gedib mənim yerimdədir, yataq otağındadır. Abbas elə saxlayıram. Nədir Asim? Gəldim qızlar, əyləşdim, belə. Özümə çikori kofe dəmlədim. Biraz oturum kofemi içim, durum sonra keçim mətbəxə, yataq otağına. Sonra özümə bir şeylər hazırlayacağım. Bilirsiniz ki, Araqlı Orucda qrupum var. Yəni Instagram izləyicilərimdən ibarət qrupum var. Və həmin qrupda istəyirəm ki, daha aktiv olam və daha özümdə diqqət eləməyə başlayım artıq. Çünki çox pozuram. Pəhriz saxlayıram, pozuram, saxlayıram, pozuram. Nəsə diqqət eləməyə çalışacağam qızlar və kofemi içim. Bir saat sonra da yeməyimi yeyib gedəcəm. Dırnağa saat 12-yə yazılmışam. Dırnağıma yazılmayacaqdım. Əslində sadəcə qopdu dırnağım. Qopur daha doğrusu. Dedim qoy yazılım gedim. Həm də uzanıb da. Gedim dəyişdirim. Belə. Qızlar, deyirəm, havaya baxayım. Necə küləklidir. İşığımızı da söndürdülər. Bir işıq qalmışdı, işığı da söndürdülər. Nəysə, gedim. Zibili götürdüm, atım. Padvala bir iki şey gedəsidir bizdə. Padvala da gedənlərə atım. Corab geyməmişəm, ucu geymişəm. Elə də dəhşət soyuq deyil, sadəcə küləkdir də. Bilirsiniz ki, qızlar, sağlam qidalanmağa çalışıram. Burada xlebsi, yarım avokado var. Sonra yumurta, belə qaysı, qoz, hər bir şey belə hazırladım boşqabıma. İlk günüm belənçinə başlasın. Görürsünüz ki, hava qaranlıqdır, sanki ev. Çünki işıqlar sönüb. Dəhşət bir şeydir. Nə işıq yanmır, nə bir şey. Bilmirəm bu nədir belə. Nəysə, mən də hazırlaşıram. Əsmər də gəlir. Onlarda da su kəsilmişdi. Işıq yanırdı, su kəsilmişdi. Bilməm, salonda vəziyyət necədir. Görürsən, yanır mı salonda ışıqlar? İnşallah ki, yanar. Belə. Nəysə, qızlar, hazırlaşıram. Belə, elə külək əsir, elə soyuqdur, elə bir ki, qış ayıdır da. Yəni, aprel deyil də. Elə bilərsən ki, noyabrdır. Ya dekabrdır. Belə hava var çöldə. Özümü qəşəng niasinamid vurdum üzümə, serum. Çalışam mən çox boğazıma da vurum da belə. Qəşəng nəmləndirdim üzümü. Belə niasinamid. Keçən səfər izləyicim. Ay Allah, ölürüm gülməkdən. İzləyici yazmışdı mənə ki, Mehriban xanım, səhv deyirsiz də belədir. Deyirəm, amin, niyə elə demişəm həqiqətən. Düzüm bilə-bilə. Dilim tutmur, niasinamid deyirəm. Belə üzümə. Belə də vururum, nəmləndirici. Bir də bu məşhur mənim özümün satdığım SPF-dən vururum, qızlar. O qədər gözəl dokusu var ki, belə. İzləyicimin biri, həm də müştərimdir də, yəni SPF göndərmişdim ona. Deyir, Mehriban, üzümdə səpkilərim vardı, apardı. Həqiqətən tərkibində lasyon tipli şeydir, günəş kremidir də. Çox qəşəngdir. Yayılması da yaxşıdır. Mənim o birilər o qədər krem kimi olur ki, üzdə yağlılıq yaradır. Əllərimizə də belə eləyək. Belə.
Görüm. Hazırlıq görüm, tez qaçım. Dırnağa əslində biraz gecikirəm. Gecikirəm, yəni keçən bu küləklə çıxıb getmək falan. Dedim elə qoy girim. Əsmər marşruta minir. Dedim marşruta minəm, sizə hazıraş. Marşruta minənə kimi yaxşı ki, inansız var. İnansız necə eləyərdim bilmirəm. Burada yoxsa o qədər yəni mənə kömək olub ki, Allah onun kömək olsun. Çətin anlarımda, xəstə olanda, yəni nə vaxt ehtiyacım olsa kömək olub. Bu arada Əsmər yoldaşımın dayısı qızıdır, amma biz biraz qohum kimi yox da, daha çox rəfiqə kimi yaxınıq. Çünki biz neçə illər qohum olmuşuq, belə gedişli gəlişli olmamışıq da. Mən bura köçəndən sonra artıq bir-birimizi tanımışıq, bir-birimizin çətin günlərində, ən çətin günlərində nə vaxt başımı döndərsəm Əsməri görmüşəm. Ona görə sağ olsun. Əsmər sevgim bir ayrıdır yəni. O da mənim ikinci bacımdır da. Belə. Görüm liner çəkim qızlar. Sizlə bahəm çəkəcəm. Biraz həmişə nazik çəkməyə çalışıram. Gəlir qalın çəkirəm. Gözdən. Bizdə liner qəşəng qalsın deyə çalışdığım qədər qızlar gözümü yummuram, açıq şəkildə yəni çəkirəm. Yəni baxdığım şəkildə çəkməyə çalışıram. Baxın belə. Yəni mən belə sevirəm də, yəni çəkməyi. Təbii ki, çox adama görə qalın, çoxuna görə qaydasında ola bilər. Mənim yəni öz sevdiyim kimi də özümə necə yaraşdıram. Hər kəsin bir liner çəkməyi var. Abbas dağıtma orada. Işıqlar sönüb deyil, uşaqlar da bilmir, neynəsinlər. Neynirsən orada? Hiç nə? Çorabları çıxartmadın? Hə, çıxartma çorabları. Yok. Ana Can. bak. Ha, nedir bu? Bu ne? Mavi ya. Hadi. Bunu çekecekti ana. Nədir? Bunu çekecekti. Qəşəngdir, hə, qəşəngdir. Uzak çekecekti. Belə. Makyajımızı eləyək. Qəşəng. Dırnaq seçmişəm. Göstərəcəm sizə necə elətdirdim. Görün bəyənəcəksiniz. Çək onu. Böyle. Hadi. Abi. Qızlar, yumurta yemişəm deyən özümü elə qəribə hiss edirəm. Yumurta Bada. çox sevdiyim bir qidadır da, əslində normaldır. Abbas düş aşağı. Düş oğlum, düş aşağı. Amma gah xoşlayıram, sevərək yeyirəm onu, gah belə narahatçılıqla yeyirəm. Gah çox sevirəm, gah heç sevmirəm. Qəribə də. İndi də qaynamış yumurta yemişəm, çoxdan da yemirdim. Mama. Özümü elə qəribə hiss edirəm. Nədir oğlum? Onun için. İçdin yox, ucu içdin, çəkin. Yaxşı. Yaxşı, aferin. İndi içmişəm, yemişəm yumurta, özümü elə qəribə hiss edirəm. Amma yaxşı səhər yeməyi yedim. Tox özümü hiss edirəm. Çalışdığım qədər suyu, qəbulunu artıracam. Biraz da hərəkəti artıracam. İnşallah gözəl nəticələr görərik. Bir yerdə göstərəcəm sizə. Xanımların, izləyicilərimin çoxsu səhifəmdə, elə YouTube'da da yazılan ki, Mehriban xanım, digər videolarınıza baxmış, arıqlamışsınız. Çox bilinir arıqladığınız. İnşallah qızlar daha da gözəl nəticə əldə eləyərəm. Gəl mən doğum günümə kimi istirdim yaxşı arıqlamaq, bacarmadım. Başım qarışdı o yan bu yan. Belə. Belə. Bu dəfə bu Faberlic'in 2XL yenə tuşundan istifadə elədim. Baxın. Belə. Adam makyaj eləyən ki, o dəqiqə dəyişilir.
konturladım. Nədir Abbas? Nədir balam? Su. Çıda. Hı? Su. Çıda. Bu pamadanı çox ucuz almışam, amma o qədər sevirəm. 2 manat ya 3 manat almışam belə qız. Qaşlarımı da darıyım. Bugün sən çatdıra bilsəydim, qaşlarımı da aldırardım. Ya sabaha saxlayım, bilmirəm. Bəlkə sabaha saxlayacağam. Neçə vaxtdır? Bir də adam elə olur ki, bir dənə bir şey eləmək istəyirsən, bilmirəm sizdə də elədir ya yox qızlar. Nə qədər eləyirsən, elə bil ki, alınmır ki, gedib eləyəsən də. Yəni bunu aldırasam, nəymiş ha bu belə? Heç cür vaxt eləyib qutarıb gedə bilmirəm qaşa. Gedib çıxa bilmirəm. O taya gedirəm başqa işlərimə görə. Qaşa bir dənə gedə bilmirəm. Dur, Abbas. Abbas da öskürməyə başlayıb. Belə qaşlarımı daradım. Çox uzanıb. Dəhşətli baxın yaxından. Saçımı, işıqlarımız da sönüb. Necə eləyəcəm bu saçımı bilmirəm. Çəkil, Abbas, çəkil oğlum, çəkil. Düz ayağımın altındadır uşaq. Gedim paltarımı da dəyişim. İli soyuqdur. Trençkot geyinərəm yəqin. Ya baxaram görüm. Nə geyinəm? Külək uluyur inansız. Əməlci başda hava soyuqdur. Belə görüm saçım falan neyinirəm. Axırda paylaşarım sizin üçün. Saçım da dəhşət tökülməyə yenə başlayıb üst-üzə sağlıq. Ayda vitaminimi içim, qoy. Mən D vitaminimi içim. Qəşəng. D, magnezium, kalsi. Trendyoldan sifariş vermişdim qızlar. Çox yaxşıdır. O vitamini gərək içməyə. Güya deyirəm ki, salacam qaydasına vitamin qəbulumu. Amma çox tənbələm də. Çox xeyir qızlar. Elə tənbəlləşmişəm axır vaxtlar. Əsl trençkot havası, amma hava soyuq deyil. Küləkdir, amma soyuq külək deyil. Amma dünən soyuq idi. Məsələn, mən indi üşümürəm. Çıxdım çölə trençkotumu geymişəm düzdür. Amma üşümürəm, yaxşıdır. Biz başladıq dırnağa. Bu səfər seçib gəlmişəm. Bu səfər seçib gəlmişəm. Görə necə olacaq? Elə eləməliyəm ki, həm ad günümə uyğun olsun dırnağım, həm də belə. Ploşatda çıxdım dırnaqdan. Bu arada gəldim, karqom vardı, onu götürdüm. Mesela Ploşatda Səbanın filialı açılır. Baxın, 7 manatlı filiz. Baxın, şeylər var. Qiymətləri münasib olur. Ümumiyyətlə Səbanın xoşum gəlir mən həm toyuqlarından, həm hissələrindən almaqdan. Burada da qiymətləri münasib olur marketlərə nisbətən. Gəldim, çıxdım qızlar evə, heç nə uşaqlara dərman almışdım. Onları zülmlə verdiyi əsli qızı qəşəng kət toyuğu gətirib evdən mənə qəşəng su eləyir. Sağ olsun. Yuyub yığışdırıb təmizləyib hər tərəfi. Bu həyasızlar da ki. Abbası gətirdim, yatsıdırdım. Çünki lap cırnamışdı qızlar. Burnunu yudum, Nurofen çizdirdim. Biraz da yüngül hərarəti varmış kimi hiss edirəm. Amma yaxşıdır indi. Elə bir burnunu yuyandan sonra rahatladı, yatdı. Nəysə bu yatdı. Gedək görək Rasim bəy nə eləyir. Qızlar, bu qız hazırlayır, dayanmır. Görsünüz. Qəşəng qızartdı, bişirtdi. Burada da belə bişirtdi deyə də bilmədim. Hazırlayır öz üçün. İndi kim təfsəlat deyəndə? Sən lağ elə sən günümə qaldın da. Yeriş. Belə baldızdan deyir. Kimin ciyərləsi. Elə ki, nə vaxt kefim olunur, özü çatdırırsan əsi. Hızır gibi yetişir. Tərliyib qızlar 2 dəfə paltarını dəyişmişəm artıq. Amma qızdırması yoxdur, sadəcə tərliyir uşaq. Bugün nəsə nasaz deyə, bayaqdan o qədər ağlayıb. Oxalayıram kürəyim filan. Tüklücə, tüklücə qalaş. 10 dəfə durub yuxudan yatır, durur, yuxusu tökülür, amma yata bilmir, durur. Əsmərgil yola saldım.
Dibək qəhvəsi, yəqin ki, bir çoxlarınız tanıyırsınız. Türk qəhvəsidir, o da çox ləzzətli olur. Mən çox bəyənirəm. Bugün elə qrupda xanımlardan biri ağlıma saldı. Dedim elə onu dəmləyim, onu içim. Elə incə içəcəm, ondan dəmləyirəm. Hoppa. Artıq qəşəng bişdi. Özünə məxsus bir dadı var dibək qəhvəsində. Qəhvə sevərlər sevər. Mən belə bir cür bunun içərisində biraz da belə zəncəfil tamı hiss edirəm. Qəşəngdir. Burada yadıma düşsə, burada bir yerlərdən editləyərkən şəklini qoyuram. Bu arada dırnaqlarımı da qızlar bəyəniblər. Həqiqətən çox qəşəngdir. Belə kəpənək elədi. Düz dırnağın bu hissəsini zədələmişdim özüm. Getməmiş. Bu rəngləri düşündüm. Ad günümə də az qalıb. Belə yaxşı olar. Belə. Bu dəfə çox sadəyim. Dəhşət sadəliyi seçdim. Qızlar, inansız kofemi yerimin içində içirəm. Niyə? Uşaqlara görə narahatam biraz. Haycan. Durmur, duracaq dömrüm, duracaq. Cücüm. Rasim durdu. Abbas hələ durmayıb. Abbas da dursun. Görüm hava qəşəngdir. Biraz düşürdərəm bir 5-10 dəqiqə həyatda fırlanırlar, sonra çıxardaram deyirəm evə. Temudan belə bir köynəklər sifariş vermişdim. O qədər gözəl gəlib ki, materialı çox bəyəndim də, çox qəşəng. Baxın, belə dörtlü, pambıq, qəşəng təmizləyir özü də materialları. Mən düzdür belə çox materialdan başım çıxmır, amma baxanda bilirsən ki, qəşəngdir də, yumuşaq, belə uşaqlar üçün. 2-2 geyinərlər deyə düşünürəm. İnşallah ki, yenə vuracam. İstəyirəm yenə vurum ki, bir dəstə belə alsam. Bağça yolu şortiklə olanlardan bəlkə götürdüm bu səfər. Rasimi də çox bəyəndi. Hə, Rasim? Rasimin sözü bitdi. Ama ben başım giyinmek istiyorum. İndi olmaz da materialı baxın. O qədər qəşəngdir. Qarasın. Bu qara deyil ki, tünd göy rəngdə oğlum. Qəşəngdir. İnşallah geyindirəcəm oğlum. Hə, qoy havalar isti olsun, indi soyuqdur. Qara buludlara baxın. Necə qara buludlar var göyün üzündə. Ayda. Hə, sür biraz. Düşdü uzağımdan bunu görən kimi ki, biraz sürsün qonşumdur. Uşağım. O gələnə kimi sürəcək. Aferin abbacı. Baxın otobüs var Asim. Baxın. Nə qəşəng avtobusun var sənin. Abbasın da var hə. Gətirdim bunları marketə ki. Ha, işığı da yanır Asimin avtobusunun. Bu cavan oğlanlar, qızlar evdədilər. Gəldik, gətirdik evə. Oy, beynimiz gedər də bundan. Əla. Başım gedəcək. Demək qızlar, mən marketdən də özümə 2 dənə belə fitnessin nə deyirlər, barlarını aldım. Mən almışam onu. Mənim qonşum da görün mənə nə göndərib. Əsil salyan nabatı. Baxın, belə. Diyetanın ortasında bu nabat hardan gəldi bilmirəm. Bunu inşallah sabah yoxlayaram, görüm dadı necədir. İndi gecdir, bu vaxtı yeməyim. Bilərik, sağ olsun qızlar. Gətirib evdən kənd çolpasını. Uşaqlara qəşəng bir qazan su bişirib qoyub, sağ olsun, mənə də köməklik eləyədi. Deyir, belə makaron tökməyi xoşlamıram. Deyir, özüm tökdüm ki, uşaqları yesin, maraqlı olsun onlara. Sağ olsun, onlar da yeyirlər. Allah kömək olsun. Vallahi o qədər kömək eləyir mənə. Allah ondan razı olsun. Belə. Mən də supu qızdırdım. Uşaqlara indi yemək yedizləyirəm. Onlar da baxırlar televizora. Bizlər falan vardı, qızlar. Getdim, atdım, gəldim. Starexdən Trend yoldan vurmuşdum. Starexdən 2 dənə bağlamam var. Onları götürəcəm. Görüm. Pijama olmalıdır. Kuponla vurmuşdum qızlar. Trend yolun kuponuna. Görək nədir? Aha. Biri. Çox sevdim. Ümumiyyətlə qızlar, mən bu materialı çox sevirəm. Pegasus material gedir Trend yolda. Və mənim digər ev geyimlərim də hər biri bu materialdadır. Baxın. Belə. Pijamadır. Giyinəcəm, göstərəcəm sizə. Şalvarı da çox qəşəngdir qızlar. Çox qəşəng. Geyinib indi göstərəcəm sizə necə qaldığını əynimdə. Belə istəyirəm göstərim. Belə qızlar.
Şalvar koftası da eynidir, qolları da qəşəngdir, material da gözəldir. Yul geyindi də bu materiallar. Məncə yaxşı da qaldı. Şalvarı tam göstərə bilmirəm belə, amma çox qəşəngdir, çox xoşuma gəldi materialı. Bir də nədir, qoy onu da göstərim. Bir də bunu da çox həyəcandan vurmuşum. İnşallah istədiyim kimi gələr. Ən əsası əynimə gələr. Qəşəng qızlar. Məncə gələcək. Nədir bu? Hə, düymə. Qoy belə göstərim birinci. Belə cins üst geyimidir qızlar. Bir dəqiqə. Hə, cins üstü qaşlı, üst geyimidir. Məncə qəşəng qalacaq. Məsələn, xoşuma gəldi. Rəngi qəşəngdir. Əsl sevdiyim cins rəngdədir. Sinka cinsi deyirlər elə. Əsl cins rəngindədir. Bunu da istəsəz linkini qoyaram. Baxın. Hə, uzunluğu falan. Bilməm, pijamanın üstündən giydim, amma çox qəşəngdir qızlar. Baxın. Belə. Yaxşıdır, uzunluğu falan da belə yaxşıdır. Geyinmək olar. Birazdan geyinmək olar. Baxın, üstdə belə, Aycan. Hə, üstdə belə qaş detayları var, iki cibi var. Məncə yaxşıdır, çox yaxşıdır, çox bəyəndim qızlar. Belə. Gözəl. Boşdur biraz, amma deyim də sizə niyə boşdur? Çünki mən özüm üst geyim kimi vurdum da bunu geyinməyə. 44 razmer vurmuşam. Moda Morfodan vurdurmuşam. Bu qəşəngdir. Bəyəndim. Ha, bu da belə. Nə? Yaxşı. Qəşəng. Belə. Qızlar, hava açılan kimi elə biləm ki, küləyə əsməyəcək. Düzdür, göyün üzündə heç ulduz zat yoxdur. Paltarlarımın hamısını sərdim, belə. Bir quruq getdi paltarlar. İnşallah ki, bunlar qurusun. Daşı yenə paltar sərəcəm sabahlarım. Bu dəsmalları bir o başdan sərmişdim, sonra rəhillər də sərdim. Pişik. Ətə. Ay Allah, bu da süt düşür mənə. Nəysə, belə.